Salam, videomuza xoş gəldiniz. Bu videomuzda sizlərə silindrik könüsü içə etmiş 2 dənə silindirin yaratdığı tutumu hesablayacağım. Bilik ki, tutumu hesabladığımız zaman nədən istifadə edirdik? Yük var idi, bir Q qədər yükümüz var idi, bir də potensiallar fərqi var idi. Və bunların ikisinin nisbəti bizə yükü verirdi. Burada tapdığımız zaman isə biraz daha fərqli yollardan istifadə edik. Gauss metodu var idi, yəqin ki, bilirsiniz. Ondan sonra integral EDS-lə hemen burada yarattığı potensialı hesablayacaq. Yəni gərginliyi hesablayıb, onların nisbətini tapıb, C-ni tapacaq. Yəni tutumu. Tutumu tapmam dedik ki, birinci buradan elektrik sahəsini təyin edir. Elektrik sahəsini bu yöndən aktığını fərq edəsiək. Bu iki kondensatorun bu tərəfindən. Burası müsbət yüklər olsun. Burası müsbət olsun. Digər tərəf isə mənfi yüklərlə yüklənilmiş olar. İndi buradan bu tərəfə doğru bir elektrik sahəsi yaranır. Və elektrik sahəsi yarandığı zaman görürəm ki, sadəcə gördüyünüz bu yan üzlərinə delib keçir. Yəni biz demişdik ki, 90 dərəcə olmalıdır. Bu gətirdiyi sahəyə dik olmalıdır və sahə vektoruna, yəni M vektoruna paralel olmalıdır. Amma görürəm ki, bu yuxarı hissəyə, yəni bu sahəyə, bu dik olanda bu tərəfdə sahə vektorudur, bu M vektor, bu tərəfdə E vektor. Görürəm ki, arasındakı 90-dır. Burada isə kosinüs hesabladığımız üçün kosinüs 90 0 verirdi. Mən sadəcə yan sahəsindən gedən elektrik sahəsinə baxmaq lazımdır. İndi Gauss metodundan istifadə edək. Elektrik bərabər nə idi? Qapalı integral. Çünki bu qapalı bir konturdur, qapalı bir sahədir. EDS. Elektrik xətləri bir cins olduğu üçün, demir bizə ki, başda homojendir zaten. Demək ki, bizə başda elektrik sahəsi dəyişəndir. Onda elektrik sahəsi sonra çıxa bilər və qapalı kontur DS də S-i verir. S-imiz yan sahəsi olduğu üçün yalnızca bildiyimiz bu dairəvi ətrafında fırlan dairəvi olduğu üçün yuxarı tərəfi açdığımız zaman yuxarı hissəni, yuxarı hissəni burası 2 pi r qədər bir uzunluq, aşağı hissəsi l qədər olar. Yəni belə 2 pi r və uzunluğunuzda bir l deyək. Hər iki uzunluğu eynidir. İki uzunluq eynidir. İndi baxıb görərəm ki, buradan l r-dən asılıdır. Yəni məsələn mən r-i bu tərəfdən götürsəm ya bunun r-ini bu tərəfdən götürsəm, görərəm ki, nə olur olsun, elin hissənin qiymətində R dəyişmir. Zaten buradan 3 sözlü koordinat sistemi qurduğumuzda da görə bilərəm. Görürəm ki, R'dən asılı deyil. Bu artıq R'dən asılı bir funksiya olmamış olar. Nədən buradan gördük. Götürdüyümüz bu integral da buradan götürülmüş hər hansı bir Gauss sahəsi götürülür və bu sahəyə görə integralımızı həll edirik. Və buradan biz elektrik sahəsini tapa bilərik. Vurulsun elektrik sahəsi. İndi buradan elektrik alanı nəyə bərabərdir? Eyni şəkildə bir şeyi deməyi unutdum. Bu gördüyünüz Gauss integral qapalı konturdursa, qapalı konturda yaranan elektrik seli bərabərdir. Bunu bu tərəfə yazım. Q içəri bölünsün epsilon 0. Yəni içəridə olan yük yoğunluğu bölünsün epsilon 0. Əgər biz fərqli bir mühitə gətirirsə, bunu bir dinifuzluğu da artırmamız şərtdir. Bunun zaten videolarında var. Elektrik sahəsi zaman bərabərdir. Bu dedim ki, epsilon 0 olsun 2 pi r l. Bu da eyni zamanda Q bölü epsilon 0-a bərabərdir. Onda hər tərəfi S-ə bölsəm, buradan Q bölünsün 2 pi r l epsilon 0. İndi buradan yaradılmış potensialları hesablayaq. Delta potensialları hesablayaq. Delta potensial bərabər mənfi integral E dr. Çünki burada vektor idi, əslində ds vektoru ilə. Bu vektora vuranda kosinüs yarandığı üçün kosinüs dl bizə r verir və biz e dr görürük, tapırıq bunu. Mənfi işarəsi əks işarə ilə götürür ki, bu müsbət aləsin. E dr bildik. İndi r hardan başlayır? İndi birinci radiusa, kiçiyin radiusuna biz r1 desək, böyüyün radiusuna da r2 desək, bu iki vektora baxdığımızda iki dənə fərqli radius da əslində var burada. İki dənə fərqli radius. Ona görə birinci r1-dən başlayıb r2-yə qədər bütün sahələri, bütün orada qalan elektrik sahələri vurub toplayırıq və yekun potensial tapırıq. İndi elektrik sahəsi nə idi? Q bölü 2 pi r l epsilon 0 yerinə yazaq. Mənfi integral r1-dən r2-yə qədər 2 pi r l epsilon 0 qx və dr. Burada epsilon 0 2 pi l və qx sabit olduğu üçün integraldan çölə çıxır. Qx bölü 2 pi l epsilon 0 Q'yu da çarptım. İntegral R1-dən R2-yə dr bölü R. Bu integral çox sadə bir integral. Bu LN integraldır və LN yerinə gətirib yazdığımda mənfi işarəsini oxuyum. Bərabər edər Qx bölü
2pi L epsilon 0 ln mənfi olsun yukarısı R1 bölü R2. İndi tutum necə hesablanır? Buradan delta Q'yu tapdım. Bu delta Q'ya bərabərdir. Bu delta Q deyirəm, delta V'yə bərabərdir. Biz bir de Q3 bölü delta V, yəni yük bölünsün. Gərginliyi bizə tutumu verir. Yəni onda delta V'ni bərabərdir Q3 bölü 2pi L epsilon 0 ln R1 bölü R2. İndi Q3'i bölək delta V'ye, o da beraber bunu buna beraber bu tərəfi də digər tərəfə göndərsəm 2pi L epsilon 0 bölü ln R1 bölünsün R2. Bu da beraber kondensatorun tutumuna. Demək ki, 200 bölü delta V'dən seni tapdı. Demək ki, 2 belə verilmiş bir sindirik bir səthdə yaranan kondensatorun tutumu C bərabər 2pi L epsilon 0 ln R1 bölünsün R2. Əgər bu vakuum şəraiti isə epsilonumuz 1 olduğundan və yaxud da ki, su şəraitində epsilon bərabər 81, bu da E olsun. 1 və 81-nə qoyub oradan tapa bilərik. Amma normal şəraitini götürüb 1 götürəndə burası sadəcə 1 olmuş olur və ya sadə bir şəkildə bu əldə etdik. Əgər istəyirsinizsə, bildiyiniz 2 dənə metal parçadan arasındakı məsafə D olan 2 metal parçanın yaratdığı kondensatorun isbatını paylaşa bilərəm. Bu videomuz bu qədər. Kanala abunə olmayı və bəyənməyi unutmayın. Sağ olun.